Dünyanın ən asan hazırlanan qoğalını bişiririk. Xəmirimizi hazırlamaq üçün 1 kilo un götürürük, daha sonra apara hazırlayırıq. 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı quru maya, 2 yemək qaşığı da un. Həmin 1 kilo undan götürürük. İsti südlə biraz açırıq, 15 dəqiqə onun aktivləşməsini gözləyirik. Xəmirə 1 ədəd yumurta, apara, sarı kök, duz, 100 qram kərə yağı, 4-5 yemək qaşığı da duru yağ əlavə edirik. 200 ml su, 200 ml südlə də başlayırıq yavaş-yavaş yoğurmağa. Suyu az-az əlavə eləyin. Südlə suyu mütləq qarışdırın. Xəmirə 1 yemək qaşığı da sirkə əlavə eləyin. Belə olanda xəmir daha xırçılıtlı olur. Su üçün 200 qram otaq temperaturunda kərə yağı ilə 2 ədəd yumurtanı krem halında olana qədər qarışdırırıq. Daha sonra başlayırıq yavaş-yavaş un əlavə etməyə. Umacınız videoda göstərəcəyim kimi ovcunuzla sıxırsınız. Ovcunuzla sıxandan sonra forma alıb dağılırsa deməli hazır. Ədviyyatlardan duz, istiot, raziyana, sarı kök və cirə əlavə elədim. Xəmirim mayalandı, bir dəfə də yoğurdum. 7 bərabər hissəyə böldüm. 240 qramdan kündələr ayırdım. 7 ədəd oldu. Xəmiri isə videoda gördüyünüz qədər açmağınız kifayətdir. Əgər qoğalı tək eləyirsinizsə, köməyiniz yoxdursa, bir süfrə sərin və açdığınız yaymaları o süfrənin üstünə yayın. Su ilə südü qarışdıranda, biraz da sirkə əlavə edəndə xəmiriniz belə əsnək olur. Qətiyyən cırılmır, çox gözəl xəmir olur. Mən səpmə qoğal elədim, bu daha ləzzətlidir. Hər qatlarını yağladım, içlikdən vurdum. Tam 7 qat oldu videoda göstərdiyim kimi. Balaca qoğallar elədiyim üçün mən 2-3 barmaq qalınlığında kəsimlər etdim. Belə qoğallarım da biri 60 qramdan oldu. Biraz belə bükülü formada dincəldikdən sonra üzərindən bastım və soba listinə yığdım. Üzərinə sadəcə yumurta sarısı çəkdim. Öncədən isidilmiş 180 dərəcəlik sobada getdi bişməyə. Üzərinə də mütləq çörək otu əlavə etməyi unutmayın. Qoğallarım qızardıqca qatlarının açıldığını gözlə görürdüm. Çox ləzzətli, xırçıltılı bir qoğal idi. Mütləq siz də hazırlayın. 1 kilo undan 32 ədəd belə balaca qoğallar hazırladım. Özünüzə yaxşı baxın. Hələlik.